İşğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinə Serbiya şirkətləri də töhfə verməkdən maraqlıdır. Bu barədə Serbiyanın Dövlətçilik Günü ilə əlaqədar keçirilən tədbirdə məlumat verilib. Serbiyanın ölkəmizdəki səfiri Dragan Vladislavyeviç bildirib ki, bu il Serbiya-Azərbaycan münasibətlərinin qurulmasından 25 il ötür. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri intensiv xarakter alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev isə siyasi və iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etməsinin hər iki ölkənin dövlət başçılarının bu tərəfdaşlığa verdiyi önəmdən irəli gəldiyini bildirib. Tədbirdə əlaqələri bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə edilib. Həm investisiya, həm də ticarət əlaqələrinin inkişafından ordusu, Ali Baş Komandanı Sayın Beyfədi 20 years time. Serbiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Bunu qoşulmama hərəkatının yubileyinin birgə təşkili zamanı görülən böyük iş. Siyasi fəaliyyətin intensivləşdirilməsi və iki ölkə arasında 2021-ci ildə əhəmiyyətli dərəcədə artmış ticarət dövriyyəsi də sübut edir. İnanıram ki, Serbiya ilə Azərbaycan arasında intensiv, əhəmiyyətli əməkdaşlıq və dostluq əlaqələri sayəsində Serbiyanın hər növbəti dövlətçilik gününü böyük məmnunluq hissi ilə qeyd edəcək və bunun inkişafına birgə çalışacağıq.